Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu naxışı da jiletə, jaketə, papağa, nə istəsəz toxuya bilərsiniz, svitrə. Sapımdakı 100 qramlıq 350 metrəlik bir sapdır. İlməkləri də bugün belə bir naxışı istəyəcəm, göstərəcəm, təkcə birin. Buranı nə qədər istəsəz artıra bilərsiniz, aralarında 4 ilməkdir. 4 ilmək yığıb, sonra bu naxışı toxumaq üçün yığa bilərsiniz, artırarsınız. Naxış özü də 9 ilməkdən. 4 bu yana, 4 bu, bir də arada. 4 ilməkdən, 9 ilməkdəndir, 4 də bu tərəf. 4 bu yana, 4 də bu yana, 8, bu da 9. 17 ilmək yığacam milimin üstünə. Belə bir sapımı götürürəm. Əvvəl 4 ilmək, əvvəl üçün başlanğıca. 2, 3, bu 4. 9 ilmək naxış üçün. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 4 ilmək də naxışdan sonra. 1, 2, 3, 4 ilmək. Buradan da bir düğün atıram. Mən də burada rezinka toxuyan deyiləm. Hər iki üzdən bir sıra tərs toxuyacağım. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə qalan ilməkləri də hamısını tərs toxuyuram. Axırıncı ilməyi də tərs toxudum. Tərs üzdən də yenə bütün ilməkləri tərs toxuyuram. Birinci ilməyi götürdüm, toxumadım. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən, burada bütün ilməklər hamısı düzdür. İndi mən buradan birinci ilməyi götürürəm. 2, 3, 4 ilmək. Kənar ilməklə bir yerdə 4 ilmək. Buradan 2 ilməyi götürürəm. Arxadakı 2 ilməklə qabaqdakı 2 ilməyin yerini dəyişirəm. Düz toxuyuram. Arada bir tərs toxuyuram. Sonra buradakı ilməkləri də bu tərəfə. Əvvəl sağa, sonra da sola. Bu qabaqdakı 2 ilməyi belə keçirdirəm. Yenə düz toxuyuram bu ilməkləri. Bu kənardakı 4 ilməyi də yenə tərs toxuyuram. Nəsə toxumaq istəsə, bu tərsdən, 4 tərsdən sonra yenə həmin naxışı toxuyuruq, yenə hələ artırırıq hamısını.
Arxa üzdən indi bu düzləri düz toxuyuram. 3, 4. Bu tərəfdəkiləri hansı ki buruq eləmişdik, bunları tərs toxuyuram. Ortadakı bir tərs, bu yüzden də düzdür. Kənardakı ilməklər də tərs, düzdür. Bu yüzden düzdür. Düz üzdən yenə kənardakiləri 4 ilməni tərs toxuyuram. Bu buruq elədiklərimi 4 ilməni düz toxuyuram. 3, 4. Arada da bir tərs. Yenə 4 düz. Kənarda da 4 tərs. Arxa tərəfdən yenə tərsi tərs, düzü də düz. Bir düz, 4 tərs yenə. Yenə 4 düz. İndi buradan yenə 4 tərsi toxuyuram. Burada yenə də bunların yerini dəyişirəm. Həmin buruqlu naxşı toxuyuram. Aradaki tərsi tərs, bu tərəfi də yenə sola. Sola tərəf çevirirəm ilməkləri. Formada. Yenə bu ilməkləri düz toxuyuram. Kənardakı 4 tərsi də yenə tərs toxuyuram. Formada belə bir buruq alınır. Arxa tərəfdən yenə tərsləri tərs, düzləri də düz. Formada belə bir naxış alınır. İndi yenə düz üzdən bir sıra toxuyuruq, bir sıra da arxa tərəfdən. Sonra təzədən yenə həmin buruğu qoyuruq. Tərs hər iki üzdən düzü düz, tərsi də tərs toxuyuruq. Ancaq buruq qoyanda bunların yerini dəyişirik. Formada belə bir naxış alınır. Sağ olun. Gələn videomda görüşənə qədər.